Bugün Qarabağda növbəti qayıdış və bayram tonqalı çatılacaq. Bu qayıdışın müəllifi Prezident İlham Əliyevin və Xocavəndin Xanoba kəndinin sakinlərinin iştirakı ilə. Bayram tonqalının qalanacağı yer Novruz elementləri ilə bəzədilib. Milli ornamentli xalılar, səməni, qədimi səhənglərimiz, qablarımız, samavarımız və digərləri. Cənab Prezidenti görmək mənim ən böyük arzum idi. Şükür olsun ki, yəni bu arzuma mən çatdım. Çox həyəcanlıyam. Cənab Prezidentin sayəsində bugün gülə-gülə qayıtmışıq evimizə, obamıza. Bizə yaratdığı şərait üçün, sülh içində yaşadığımız üçün minnətdarlığımı bildirirəm. Bayram xonçası, armudu, stəkan və şirniyyatlarımız da öz yerində. Bizim üçün çox xoşdur bugün Cənab Prezidentlə tonqal kənarında görüşmək. Kəndə baxmısınız, evinizə baxmısınız? Bəli, evimizə baxmışıq, çox gözəl, çox bizim üçün şəraitlər yaradıblar. Gözəl gündə bizi sevindirdi, çox sevinirik, çox gözəl kənddir. Allah canını sağ eləsin prezidentimizin. Belə gözəl bir şəraitdə, belə bir gözəl bir yerdə bizə evlə təmin edir. Meyvələrimiz də hazırdır. Təbii deyimi. Dadlı. Qarpız da səhəngin yanında. Bayramımız mübarək olsun. Salam, hoş geldiniz. Sizlə bayramdan ötürdük, sizlə bayram. Allah sizə dəyməsin. Sağ olun. Allah sizə uzun ömür versin, can sağlığı. Can sağlığı. Sağ olun. Bayramınız mübarək olsun. Hoş geldiniz. Hoş geldiniz. Eyvallah abi. Hoş geldiniz. Bayramınız. Salam. Buyurun. Təbrik edirəm. Çox sağ olun. Təbrik edirəm. Sağ olun. Çox gözəl. Teşekkür ederim. 3-4 gündür buradasınız. Ev şəraiti necədir? Vardır. Bu kənddə bütün şərait var. Yaşamaq, işləmək. Əsas odur ki, doğma Qarabağ torpağına qayıtmışsınız. Qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Həm Ramazan, həm Novruz bayramını burada doğma Qarabağ diyarında qeyd edəcəksiniz. Çox böyük xoşbəxtlikdir. Sizin sayənizdə. Sağ olun. Uzun fasilədən sonra artıq bu bayramları doğma vətəndə qeyd edəcəksiniz. Çox sağ olun. Allah sizə ömür versin. Allah'ın razı Sağ olun. İşğal dövründə harda yerləşmişdiniz? Xocavənd qəsəbəsində. Dövlət tərəfindən Bəli. İstin sərqanında tikilmiş binalar var. Novruz tonqalı da burada da gelir. Birlikdə alovlandırar.
versin. Bəli. Allah şəhidlərimizə, Allah rəhmət eləsin. qazilərimizə can sağlığı, sizə də uzun ömür. Sağ olun. Hər zaman bu xalqın başında olacaq. Cənab Prezident, 92-93-cü ildə biz buradan ağlayaraq, sürünərək getmişik. Sizin sayənizdə, sizin rəhbərinizin altında, ondan sonra sizin dəmir yumruğunuzun altında, ordumuzun gücündə, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı. Sizə çox təşəkkür edirik. Bu günlərim mən tək getmişdim, 6 uşağı götürüb özümlə gəlmişəm bura. Allah sizə can sağlığı, uzun ömür versin, cənab prezident. Çox sağ olun. Sağ olun. Oradan da böyük xoşbəxtlikdir. Artıq 2 ildir ki, bu diyar işğalçılardan azad edildi. Xanoba kəndi 23-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir. Və bundan sonra da artıq bərpa işləri də başlanmışdır. Bütün evlər yenidən tikildi, quruldu. Bütün şərait yaradıldı. Yəni bu şanlı zəfərimiz artıq bizim qürur mənbəyimizdir. Neçə ildir. Mən 6-cı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. İkinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalında Qarabağda qalıyırıq birlikdə. Böyük xoşbəxtlikdir. Biz öz milli qürurumuzu bərpa etdik, ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü, düşməni torpaqlarımızdan qovduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Silahlı qüvvələrimiz həm 2020-ci ildə, həm 2023-cü ildə böyük qəhrəmanlıq göstərdi. Bunun nəticəsində bugün biz bu torpaqlardayıq. Və biz bu torpaqların əsl sahibləriyik. Çünki Ermənistan buranı viran qoymuşdur. Yəni, bütün kənd, qəsəbə, şəhər hamısını dağıtmışdır. Burada bir neçə daxma tipli ev qalmışdır. Amma indi baxın, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, nə gün gəldi. Yerlə yeksan etmişdir. İndi bir balaca Laçında, Kəlbəcərdə qanunsuz o xaricdən gələn erməniləri məskunlaşdırmışdılar. Orada bərbad vəziyyətdir. Yəni, hamısını biz yenidən qururuq. Cəmi 5-6 il ərzində indi Qarabağ Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır. Çalışır, təhsil alır. Və demək olar ki, hər ay, bəlkə də hər həftə keçmiş köçkünlər böyük qayıdış proqramı çərçivəsində öz doğma diyarına qayıdırlar. Siz də artıq 3-4 gündür ki, buradasınız. Yəni, yerləşmişsiniz, hər şey yaxşıdır. Uşaqlar da getmişlər, 6 uşaqlı qəhrəman Neçə uşaqlı? 6. Qəhrəman anadır, üzr istəyirəm, Allah saxlasın. Çox yaxşı. Allah köməyiniz olsun. Yaxşı nümunə göstərir. Əhali artsın, mütləq. Allah köməyiniz Şimdi olsun. bugün də artır, amma daha da sürətlə arta bilər. Biz sizinlə fəxr edirik, dövlətimizlə fəxr edirik. Sağ olun. Sağ olun. Bir daha təbrik edirəm sizi. Çox sağ olun. Xoşbəxt yaşayın. Artıq sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində indi qrup yaratmaq dövrüdür. Ona görə kənddə də bütün şərait var. İndi məşğulluqla bağlı da imkanlar var. Həm dövlət, həm də ki, özəl sahədə, özəl əkin sahələri var. Örüş sahələri, su var. Yəni, bütün işi, qaz, havası, kurortda yaşayırsınız. Layiqsiniz. İndi havanın fərqini görürsünüz. Çok güzel havası var. Hava tertemiz. Hava, su, yəni insanın sağlamlığı üçün əsas şərtlərdən biridirlər. Siz harada yaşamışsınız işğal dövründə? Hocalıklarımız qəsəbədə. Yəni, indi bu doğma Qarabağ torpağında biz əbədi Azərbaycan hər yaşayacağıq. tərəfi bizim torpağımızda, amma buralar bizim dədə-baba yurdumuzdur. Ona görə də buralara biz gəlməliydik. Düzdür, gəlməliydik, Mütləq gəldik və qalib xalq kimi qayıtdıq. Bir daha təbrik edirəm. Sağ olun.
Cənab prezident, sizlə şəkil olar. Harada yaşamışsınız, qaldınız? Biz Füzuli rayon Yuxarı Veysəlli kəndindən. Yuxarı Veysəlli. Temas xəttindən yaptınız. Cənab prezident, bu yalın o küzündədir. Aşağı Veysəlli o anklav idi. Bəli, o neytral Veysəlli. Bu aşağı Veysəldən gəlib baxırdıq, buralara həsrətlə baxırdıq. Mən 7 yaşım var idi buradan çıxanda. Deyirdim ki, görəm bu dağlara biz gedə biləcəyik. Sizin sayənizdə, şəhidlərin sayəsində biz gəldik. Bu günlərin biz burada O Füzuli rayonunun Xocavənd ərazisində bir anklav kəndi. bəli, aşağı Veysəlli neytral idi. Çox sağ olun. Təşəkkür ederim. Sağ ol, bəli. Gəlin. Sağ olun. Can sağ ol. Mehriban, sen de gel bizden şəkil çəkdir. Gəlin. Çox sağ olun. Sağ olun. Çok sağ olun. Sağ olun. Gel. Ne oldu? Allah size de. Bəli. Allah kirlenmesin. 4 kız 2 oğlan. Çok sağ olun kadar. Allah sizinkilerine değmesin. Sağ olun. Çok sağ olun. Çekme. Sağ olun. Biraz olar da Bəli, ben geldim. Seçime de alan var. Büyük. Sağ olun. Sağ olun.